Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük hər birinizi. Kanalımıza dəstək olanlara çoxlu minnətdarlığımızı bildiririk. Allah sizdən razı olsun. Bugün də kurabiyə pişirmişdim. Belə bir kurabiyə pişirdim. Yəni kurabiyənin həmişə demişəm mən, reseptlər bir reseptlə çox cürə, yəni kurabiyə pişirmək olar. Eyni həmişəki kimi reseptim eynidir, amma miqdarı çoxdur. 5 ədəd yumurta qırdım mən buna. 5 ədəd yumurtaya 200 qramlıq stəkandan bir bütöv, bir də yarısı qədər pisoq, bir qabartma, bir vanil, 200 qram yağ ərilmiş, yəni ilıqlanmış vəziyyətdə də tam yəni boşalmış kimi yox, yəni ancaq dağ olmamaqla ilıqlanmış vəziyyətdə 200 qramlıq da yağ əritdik. Bunların hamısını möhkəm çalandan sonra 7 stəkan mən buna un tökdüm. Siz indi axırıncısını tökün, çünki yağ şey olanda yağlı adamın elə bir ki, görürsən ki, xəmir həllənmir. 7 stəkandan sonra xəmir şirəli xəmir olanda həmişə xəmir adamın əlinə yapışır. 2 dolu xörək qaşığı mən buna bitki yağı tökdüm ki, yəni bunu həlləyim. İndi siz də bəlkə az da gedə bilər, bəlkə çox da gedə bilər, biraz artıq da gedə bilər. Yəni miqdar, indi onu hamı bu xəmirin həcmi var da, yəni hazır vəziyyətdə kıvam deyirlər. Onu kimi onun hamı özü bilər ki, yəni mənim xəmirim həll olmağa az qalıb. Belə kurabiyələr pişirdim. Buradakı da kakao deyil, ancaq rəng vurdum, karıçinivi rəng. Ona görə də rəngi çox tünd olmadı, elə belə yaxşıdır. Nəysə, qara da olar. Mənim olsa nə mən xoşlayır qara. Belə elədim. Nə, bir də ki, adi sadə rəngdə. Bunların da ki, xəmirlərindən şəkər buramızın üzərinə çəkilib yapışdıran, gül yapışdıranla da xəmirlərdən kəsdim gülla, güllü kurabiyə. Gül kəsənlə də, oyuncu kəsənlə də belə kəsənlər var. Onunla da onu kəsdim. Bu da bizim kurabiyəmiz. Yəni siz resepti az da eləyə bilərsiniz. Mən çox elədiyimə görə uşaqlar yeyirlər, həm də ki, yəni yol üçün də qoymaq istəyirdim. Ona görə çox pişirdim. Deməli 5 yumurta, stəkan yarım pisoq, 200 qramlıqla bir qabartma, bir vanil, 7 stəkan un, 2 ya 3 bax belə qoydum. Duru yağla baxarda xəmiri elə bir həlləmək üçün. Bir də ki 200 qramlıq yağı ilıqlanmış vəziyyətdə. Bu da bizim xəmirimizin reseptidir. Sonradakı rəngi vurdum. Ona görə 3 oldu. 2 qaşıq tökəndən sonra o pişsin ha mən. Sonra bir yarı hissəsini bir qaşıq əlavə rəngi tökəndə tökdüm ki, rəng ona, yəni xəmir bərk olur onda. Rəng ona təmiz hopsun, otsun. Həmişə mən bir dənə o qırmızı rəngli rəngləri tökəndə bir xəmirimizə bir paçka gedirdi. Amma buna 2 paçka tökdüm. Belə ancaq zorla belə bir rəng alındı. Yəni kakao da qata bilərsiniz, rəng də qata bilərsiniz. Başqa rənglərdən də eləyə bilərsiniz. Zövqlər müxtəlifdir. Bu da xəmirimizdən əlavə biraz qaldı. Daha öncə bunlara getmədi. Belə bunlar kimi yaydım bir-birinin üstünə dairə şəklində. Onu da rulet kimi belə pişdim. Sonra bıçaqla kəsdim. Belə bir şey, yəni bunu da eləyən çoxdur da, yəni belə rulet kimi. Bu da bunun axırda qalanları da belə pişirdim, dedim onu da çəkim. Hazırlayan hər kəsə də nuş olsun. Hər bir ev eşiyi Allah bol çoxlu, bol ruzu bərəkət yetirsin, can sağlığı versin. Göz haqqınızı da halal eləyin. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.